Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 333. bölümün Allah'ın lütf ve keremiyle başlayıram. İnşallah ki bize hamımıza xeyir tecrübe elədiği, düşündükleri anlayışlardan, topladıkları tecrübelerden hangisi bu günləri şansımıza çıxır ki onunla öz dilimizde tanış olaq və düşmənlərin yaratdığı atmosferdən çıxaq eşiyə. Geçən günlərdə bir çox kitablara baxdıq və o cümlədən Şərh-i Divan-ı Hafizi Şəm'i adında bir şəxsiyyətin Mustafa İbni Muhammed ki məşhurdur Şəm'iyə, onun hafizə olan Türkcə tərcümə və şərhin oxuduq və gözəl idi. Mən oradan buradan oxuduğum üçün iki bölümün gördüm. Birinci bölümdə çox hərflərin, kəlmələrin cümlədə nə yeri var? Həm sərf-ü nəhvin, həm də cümlədə olan yerindən danışır. Feilidir, faildir, nə bilim, məf'uldir, zamandır, qeydidir, bunlardan danışır. İkinci bölümdə ki, mənə rahat gəldi oxuması və anlaması, fəqət məni eləyir və tozih verir. Çox cəlib idi. Mən o ikinci bölümünü çox sevdim. Amma neçə qələmlə yazılmışdı. Yəni yazanlar ehtimalən 4-5 nəfərdən ibarət idilər. Bu günləri gedək görək ki, hangi kitab ürcahımıza çıxır? İki kitab açıram. Bir də birinci kitabı açıldı. Onu da beləsi değiştirək. Şərh-i Hali Mühyiddin Əbdülqadir Cilani xətti, yəni əl yazma və türkcə. Kitabı əvvəl kiçiklədirəm ki, görünsün. 12 santimetrdir. 12 santimetrdir. Boyun harada qoyubdur? Boyun qoymayıbdır, təəssüflə. Qoymayıbdır. Kitabın cildi kağazdır. Qardon da əslində üstünə bir kağaz, nəqqaşı kimi bir kağaz çəkiblər. Bilmirəm nə cür nəqqaşidir. O için açıbdır. Bu çox qədimi kitab deyil. Hardan bilirik? İndi onu tozih verirəm xidmətinizə. Qardondur. Yəni mədrəsədə biz dəftər alardıq, uşaqlar məşq yazmaq üçün. Məşq yəni təmrin. Məşq yazmaq üçün dəftər alardıq. O dəftərlərin cildi biraz qalin olardı. Qardon olardı. O biraz qalin olardı. İndi dəftərin özünə keçiririk. Görürük ki, biz indi deyirik 100 bərci deyirdik o zaman. 100 yarpaqlı dəftər onlardandır. Hardan deyirsən bunu? Əgər diqqət eləsəz, neçə dənə şey deyəcəyəm, oradan baxasınız. Bir bu ki, əvvələn kağaz nazikdir. Elə baxanda biz görürük ki, kağaz çox nazikdir. O birisi kitablara baxsınız, ehtimalən bu birisi kitabı açsam, bunun kağazına baxsanız, baxın, bu kağaza baxsanız, elə bu cür baxanda bunun qalinliyi ilə bunun nazikliyin fərq edərsiniz ki, bu çox nazikdir, bu çox qalindir. Biri bu. İkinci bu ki, bu kağaz köhnə görsənir. Əslən, köhnəliği görsənir ki, bu kağaz köhnədir. Amma bu kağaz təzəliği görsənir ki, təzədir. Üçüncü, bunun ortasında, kağazın içində xəttlər var, abı xəttlər. Bu yeni, abı xəttlər yenidirlər. Buna görə ki, çox görsənməsinlər. Bunlar görsənməmək üçün. Əslində biz bunları görürük, amma elə ki, üstün yazıq da bunlar görünmür. Heç vaxt diqqət eləmərik. Və hətta sinemada da elə bundan istifadə elərlər. O arxası görünməsin deyə. Ondan sonra bir bunun qırağına baxın, güşəsinə. Güşəsin dairə kəsibdir. Bu da deyir ki, bu kitab tazadır. Tazadı neçə ildir? Deyək ki, xududən 250 il, 270 il, 300 il içində bu dəftər ola bilər ki, olmuş olsun. Əlbəttə, indi bunun əgər baxanda ortada mixqub görsək, yəni mixla görsək dəftəri vurublar, daha tez görsən, yaşı az olacaqdır.
Amma iş bu kitabğa, elə bu ğə görəndə bilir ki, bu kitab Cığatay türkcəsindədir. Amma Cığatay türkcəsi əcəba bu günləri Osmanlıda işlənmir. Yəni Osmanlının vərəsəsi Cumhuriye Türkiyədə işlənmir, Azərbaycanda da işlənmir təəssüflə, nə o birisində, nə bu birisində. Qaldı o Asiyayı miyanə dedikləri Əfqanistan, Pakistan, Hindistan, Çin bunlarda və üstdəki dedim Asiyayı miyanə onlardakı. İş bu kitabğa Mənaqib-hu Şeyh dib at qoyuldu. Mənaqib-hu Şeyh dib, Şeyx, Mənaqib Şeyx deyə buna ad qoyuldu. Ad qoyuldu dəstəli teylə ad deməkdir. Xətti çox gözəl bir xətdir. Və dəftərdir, ərz elədim. İndi burada məmulən bizlər bir xətti boş keçərik. Burada keçməyik. Ona görə diqqət eləsəz burada daha o xətti görmürsünüz. O bu xətləri görmürsünüz. İlla qıraqlara diqqət eləsəz orada görürsünüz. Amma burada yazı yazılanda da o xətt görsənməz. Bu son zamanlarda yazılmış bir əlyazmadır. Səfərlirəm. 124 səhifədir. Kitabda da hər səhifəsini qoyublar. Mən dedim Cumhuri İslaminin kitabxanasında, amma deyil. Çünki Cumhuri İslaminin kitabxanasında olanda ya İran kitabxanası desək, İran Fars kitabxanasında olanda hər səhifəyə 2 dənə ya 4 dənə səhifə qoyurlar. Bu bəllidir ki, başqa bir yerdədir, amma buradan bəlli olmadı ki, hardadır. Çox gözəl bir xətti var və xətt getdikcə də gözəlləşir. Bəzi cümlələri qırmızı rəngi ilə yazıb, bəzi cümlələri şey ilə yazıbdır. Əlbəttə baxıram görüm ki, bu hansı məsələn nə ilə yazıbdır? Əcəba qələm ilə yazıb, midat ilə yazıb, yoxsa nə ilə yazıb? Ona diqqət eləməyə çalışıram. Bəzi yerlərdə özəlliklə bu sətrin axırında qırmızı sətrin nəzərə gəlir ki, qələmdir. Bəzi yerlərdə də, yəni bəzi hərflərdə qələm olmağı gəlir zehnimə, bəzi hərflərdə midat olmağı gəlir zehnimə. Amma rəngin gedişatından çox da midata bənzəmir. Çünki cöhərə bənzir. Cöhərdir nəzərimə gələn. Kaş bu kitabın sonunda biz ən azından bir tarix tapaq görək ki, bu dəftər yaxçıdır. Yəni mən bu dəftərin tarixin ələ gətirə bilsək çox yaxşı olar. Kitabları dana-dana səhifələri vururam. Kesin 124 səhifəni görsəsin. Şərh-i Hal-i Mühiyyiddin Əbdülqadir Ceylani. Burada zahirən 87-ci səhifədə qurtarır. Yəni 86-cı səhifədə qurtarır, tamam buldu. Tarix qoyubdur. Buna baxaq. Qalanı ağdır. Buradan baxıram. Tamamən ağdır qalanları. Yəni 186 səhifə deyil, 86 səhifədir. Tamam. Gəldik 86-cı səhifənin axirinə. Baxaq. Burada bir tarix yazıb. Tarixə baxaq. Tarixin üzü ilə bunu oxuyaq ya oxumayaq, ona bir Həzrəti Bismillahirrahmanirrahim. Həzrəti Qavsul Azəminin xətmiləri bütürür. Hər kişi bu xətməni hər hacət üçün oxusa, hacət rəva bulğay ol 11 Fatihə, 101 Durud Şərif, 111 Həsbunallah ni'məl vəkil, 111 İxlas, 111 ya dafiül bəliyat. Bəliyatı
bı qoyubdu, amma l olubdu. Ona görə mən bilirəm ki, bunun altında bibi olmalıdır, bəliyyat. Ona görə ya dafi kəlməsindən bildik ki, o bəliyyat olacaqdır. 111 ya mücibət dəəvat, 111 ya müşkül şad, 111 şeyən lillahil, ehtimalen samud olacaqdır, mud yazıbdır, Allahül mud. 111 ya Gavs əğisni biiznillah limədədi, biiznillah limədəd. 111 ələm nəşrəh, 111 kəlimi təmcid, 111 qurretəl eyni əla siti Həsən Ali Hüseyin dəstigiri dü cəhan ya Gavsəl əzəm. Əsnadi, getdik axir proqrafa. Əsnadi cümlədə nöqtə qoymadığı üçün bəllidir ki, bu biraz qabaqlıqdır, yəni çox da yaxın deyil. Nöqtədən cümlənin sonunda məmulən bir nöqtə qoyulur, ya virgüldən istifadə olur. Onlardan istifadə eləmədiyi üçün əsnadi xətmə şərif, əsnadi xətmə şərif bu xəttimə Gavsini işbu şərbilə oğusun paçi təharət qılıb 2 rəkət namaz otay hər rəkətə bir Fatihə 11 İxlasını oğu fay. Peyğəmbər əleyhissalam din tartıb həmə əshablar və validələri Fatimə-i Saninin, Abdullahi Sumə'nin həməsini şəfii gərturlay. Vallahu ələm. Bu kitab tarixə 1346 Mai Rəbiül Saninin 10-cu günü Döşənbədə tamam oldu. Çox taza bir kitab. Dediyim kimi adam şeyləri bilmirmiş, nöqtə qoymaq bilmirmiş. Kitab tarix 1346-da. Yəni indi biz 1447 deyirik. 101 il bundan öncə bu kitab yazılıbdır. Kitab bir səhifə əvvəldən fəqət oxuyaq. Bu kitab buna görə ki, görək mövzusu, konusu nədir? Ondan sonra qalsın ayrı kitab başlayaq. Elhamdülillahi Rabbil alemin. Sipas və sitayiş muxtəsər dürzati ba bərəkati vacibil vücudğa oliyalar kəramətini və ənbiyalar mücüzati və xariqil adatları tətimmeyi seyyidin huşi turni alma gelur. Bəs bilinir kim hər vəli bir peyğəmbərinin qovmları təxdida fururiş bilə kəmal-i tapğıcidir. Vəli, oğu olacaqdı, mən xı oxudum. Tapğıcidir. Vəlinin kəraməti ol peyğəmbərinin məqamları məqrariğə baxıb bulur. Bəs hər kişi kim oliyalar kəramətinə təsdiq qılıbdır, ənbiyalar mücüzalarına iman gətir kafi bulur. Və hər kişi kim oliyalar kəramətinə münkər bulubdur, ənbiyalar mücüzalarına münkir bulğanidir. Yena tilaydır mən nəfsimiz şəridin ki günah və məsiyət sadir bulmaqdın kim ani Allah Teala'dın öz ka gümrah qılıb dövrani rahi rastğa hidayət qılğıcı.
yoktur. Güvah bir odur. Men heç xadaysız or xudای سزاور فرستش Xuday səzavar fərəstiş Allah Teala'dan özgə və güvahlıq bir odur. Ehtimalle burada odur olacaqdır. Bu Xuday hər halda bir odur. Mən Allah Teala'nın bəndəsi və bəndələrə ibarkan peyğəmbəridir. Xudanın rəhməti nazil bulsun an Həzrət sallallahu aleyhi və səlləmə və həmə evladlarına və əshablarına və həmə evliyalarına. Aləl xüsus ol vəliğə kim anın mübarək qovmi həmə evliyalarına həmə evliyalar gərdənləri üzrədir. Yəni Gavs-ı Küll, Gavs-ı Səqələyn və Gavs-ül Əzəm Qutb Rəbbani və Gavs-ı Həmədani Məhbubi Sübhani Şeyx bu Əbu Muhammed olacaqdır. Əbu Muhammed Muhyiddin Siva Abdülqadir Cilani Seyyid Abdülqadir Cilani. Ehtimalə elə bu ucur olacaqdır. Şeyx Əbu Muhammed olacaqdır. Biraz burada bir dəndane görürəm izafi. Mesela Məlhamu. Amma Muhammed olacaqdır məncə. Şeyx Əbu Muhammed Muhyiddin Seyyid Abdülqadir Cilani Əl-Həsən Muhsin Məcilani Rəziyallahu anhə tikularkay Allah Teala'nın fütuhati, bərəkatini aləm-i xəlqə itadır. Bəndə zəif, günahkar, fəqir, yazan kimdir? Bəndə zəif, günahkar, fəqir, Məhəmməd Sadiq Surqadığı Xuday Teala rəhmət bulsun kim? Pəs yazar burada belə bir şəxsiyyətdir. Kitabın adı Şərh-i Hal-i Muhyiddin. Beləsi yazım. Şərh-i Hal-i haradaydı? Şeyx Əbu Muhammed Şeyx Əbu Muhammed Muhyiddin Seyyid Abdülqadir Cilani. Kitap bunun adındadır. Ad yazaq. Burada yadımızdan çıxdığını yazaq. Yazar Məhəmməd Sadiqi Surqadığı. Qadiri kim olacaq məsələn bu? Məhəmməd Sadiq Qadığı. Belə bir şey oxudum mən. Suri Qadığı. Məhəmməd Sadiq Qadığı Xuday Teala rəhmət bulsun ki Həzrəti Sultan-ı Awliya Gavs-ül Əzəm mədəd qılsın. Awliyalar ruhları həm mədədkar bulsun ki Həzrəti Sultan-ı Awliya Gavs-ül Əzəm Rəziyallahu anhü cəddi ə'laları Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmin qovumları təntəhida və indi burada nə oxunur? Həti və kəmal tapıb başlayıb buram bu kəlmə nə oxunacaqdır? Kəmal tapıb durlar. Çünanki Şeyx Şəhabəddin Söhrəvərdi rəhmətullah aleyhi və səlləmin Behbətül Əsrar, Behcətül Əsrar olacaq ehtimal verirəm. Əsrar kitabları da gəltürübdürlər.
Gəltiribdurlar kim? Eşitdim ki, Həzrəti Şeyx Muhyiddin Əbdülqadir Cilani rəziyallahu anhu kürsi üzrə oturub, üzrəni eyninə yazıbdır, kesri üzrə oturub, ətibdurlar kim? Etib deyibdir ehtimalən. Etiblər ki, hər vəli bir peyğəmbərinin qovmi təxtidadır. Mən Həzrəti Muhammed Rasulullah'ın mübarək qovmları təxtida. An Həzrət sallallahu aleyhi və səlləm qədəmlərini məndin qutarmadılar, götürmədilər. Taminin qədim həmə evliyalarının gərdənləri də bulmağınca andaq kim Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin mübarək qədəmləri həmə Peyğəmbər gərdənləri də bulğandıq. Həzrəti Qavsul Əzəminin mübarək qədəm şərifləri, həmə evliyalar. Bəzi kəlmələri hələ feylən bu türkcə ləhcədən baş tapmıram. Bu qədər görər bu kitabdan. Tarixini də yazmaq lazım idi. O 1386. Tamam. Əgər bunu saxlaya bilsəm, təxtinatlı kitab, tarix, yazı, tarixi, bu kitab tarixi 1346. Biz bunu hicri qəməri fərz edirik da, şəmsi eləsək ki, onda deyək ki, bir neçə il bundan qabaqdır, 1346. Yəni mən doğulanda 61 yaşı var məsələn bu kitabın, əgər şəmsi desək. Qəməri desək 101 il olur. Tamam. Bu birinci kitabdan keçək, ikinci kitaba baxırıq. Adı Səadətnamədir. Səadətnamənin əvvəl baxaq görək ki, kitab nə cür bir kitabdır. Görürük ki, göndən bunun bir cildi var və dövrəsində bir haşiyə buna düzətmişmişlər ki, əl yapışan yeri ki, məmulən Şirazəni əlindən yapışaraq götürürük. Ora zaman içində əlindən təmasda, əlin təri ilə və işləməklə istihlak deyirlər də elmdə. İstihlak olub, yəni soyulub gedibdir yavaş-yavaş. Hətta kitabın ortasındakı bir nəxşəsi var. O nəxşə də biraz aşağı tərəfdən soyulub gedibdir, yəni köhnəlibdir. İkinci səhifəyə baxırıq. Bu kitab İran Şura Məclisində saxlanır. Möhrün qoyublar, kitabı ölçüblər. Dəmir xəttkeşlə təəssüflə yaxçı ölçməyiblər, əyri qoyublar. Amma yenə də kitabın boyu deyək ki, 28 santimetr deyək biz. Eni isə iki səhifəninki, cəlib budur ki, görmürəm onu. 30 neçə santimetr olacaqdır. 33 ya 34 santimetrdir, bilmirəm. 33 deyək. 33 santimetr olsa, yəni hər səfəsi 16 yarım belə enidir. 28 santimetrdə boyudur. Kitabın baxırıq, yenə təzəşdə, indi burada möhürləri görürük, neçə dəfə sansur idarəsindən keçibdir. Utanmayaraq bunu vurublar. Məclisin qədim möhrünü də görürük burada. Əlbəttə məclisi, şurayı onu göstərmir. Teodda yenə baxarıq. Kitabın özünün içi ki, oradan ki başdır, orada 1, 2, 3, bu iki səfədə 4 dana möhür görürük. Bir də arxada vurulan möhürün əksi bura çıxıbdır. Kitabın üç tərəfində yazmaq üçün, qıraq yazmaq üçün böyük yer qoyublar. Kitabın birinci səfəsi, oradan ki Bismillah başlanır, ya kitabın adı yazılacaqdır. Onun dövrəsində türklərin mavi ya abi rəngdə, göy deyirik əslində, bunu Qəradağda biz abı demərik, göy deyərik. Göy rəngində, həm də tox göy rəngində, gözəl göy, məsələn, Məscid-i Kəbud, göy məscid deyirik, ona da Kəbud demirik biz, göy məscid deyirik.
göy məscidin günbəzi rəngində, yəni göy o xaşilərin rəngində bir çarçıvə düzəldiblər və bir haşiyə düzəldiblər. Bir də günbəz düzəldiblər və günbəzdən gedir göyə. Bir cürə bu Əfqanistanda yazılmış kitaba bənzir, amma ola bilər ki, Səfəvi dövrəsi də olsun. Hər halda kitabın yazısının dövrəsinə mən qərə görürəm, bəlkə qərə də deyil, amma midadla zeytuni də ola bilər, bilmirəm, bəlkə təşxis verə bilmirəm. Çarçıvə çəkiblər yazının dövrəsinə, amma qalindir bu iki səfədə. Sətirlər bir-birinə çox-çox yaxındırlar, kəlmələr bir-birinə sıxışıblar, çox kiçik-kiçik kəlmələr yazıblar. Və səfədə çoxlu sətirlər var. Ki, mən indi bunların birini sayaram. Bəzi cümlələri qırmızı yazıblar, ərəbcə ola bilir. Bəzilərin qərə yazıblar, üstünə, başının üstünə qırmızı xətt çəkiblər ki, ya ərəbcədir, ya ayədir, ya Qurandır, ya hədisdir, ya bir ayrı bir sözdür, bilmirəm. Bəzi kəlmələri qırmızı yazıblar. Bu, bunu göstərir ki, bir mətləb deyilir, biraz qabaqdakı deyil, sonrakıda deyil. Burada yazıbdır, fəqət titr deyirik buna türkcədə. Baş yaz. İkinci səhifədən, yəni üçüncü səhifə, kitabın üçüncü səhifəsindən görürük ki, o çarçıvə bir dana qırmızı xəttə azaldı. Kitabın, diqqət eləsəz, birinci səhifədən görürük ki, çox kirli bir kitabdır. Hər tərəfi əl təri, yemaq, hər nə desəz bu kitabda görsənir. Eyni halda ikinci səhifəyə gələndə görürük ki, su da tökülmüşmüş. Onlar tək yemaq deyilmiş. Biraz da su keçibdi. Kitab hesabı su çəkibdi. Baş tərəfdən, aşağı tərəfdən yox. Kitabın bu ortasındakı qərə görürük, Şirazəsində tikilən yerdə. O ehtimal verirəm ki, səfəni belə açanda bu iki səfə ki, biraz bir-birlərindən olur, arası qalır, kamil açılmır. Ora qərə düşübdür. Biraz rəngi ona görə olmuş olsun. Yoxsa su ora geçməyibdir. Kitab elə aynı xəttinə, əlbəttə bu xətt çox gözəl bir xətdir, oxumaq olar. Mən bundan da bir əks salacağam. Əvvəlinci səhifədən salım, elə bunun yaxçısı budur ki, bu şeyi də bilsin. Bunu da edit eləyəcəyəm bu əksi. Sonra bunu verərik ChatGPT-yə və Cimnaya bizə bu kitab haqqında bir məlumat verər. Bunu əvvəl buna görə ki, bizim öz qəzavətimiz, zehnimiz dəyişdirməyə Cimnay bunu vermirəm. Ora qalsın, sonra bunu verərəm. Gedək kitabımızı oxuyaq. Kitabımızı baxırıq o şəkildə bəsəbəbi təlif kitab. Burada cəlibdir ki, kitabın 2, 4, 6-cı səhifəsində yetişir buna ki, mən kitabı niyə yazıram? Onu tozih verəcək, qıraqda yazıb onu. Bir yaz boş yer qoyub, oradan diqqət elədim, tapdım. Kitabı davam edirik, aynı xətt ilə yazılıbdır və kitabın üç tərəfi də salimdir. Burada da bir qıraqda mətləbi Həzrəti İbrahim. Burada Həzrəti İbrahimə görə bir qonu yazılacaqdır, davam edir və beləsi gedir. Bu kitab 289 səhifədir PDF-də. Yəni bunu 2-yə qatsaq, olar 500, hüdudən 600-ə yaxın səhifəsi var. Deyək ki, 582, belə desək, bəlkə yaxşı olar. Ya 579, bu qədər səhifəsi var. Kitab, dediyim kimi, çox şey yazılıbdır. Burada yenə də bir qıraq yazısı vardı, amma oxumağa vaxt qoymuram. Bir dənə yenə İran möhrü məclisi burada vurulubdur. Mətləbi qərabidir, nə mənədir, belə bir şey də burada yazılıbdır qıraqda.
çox kiçik yazılıb. Fəqət bunu deyə bilirəm ki, çox kiçik yazılıbdır. Hətta qıraq yazıları da belə çox kiçikdir. Və dediyim kimi bəzi baş yazıları eşikdə yazıb. Çərçivədən eşikdə yazıblar. İçəridə onun tövzihidir. Və o tövzih üçün biraz boş yer qoyublar. Yəni elə bir məsələn paraqraf olacaqmış, məsələn bir 5 sant ya 3 sant ara veriblər qabaq mətləblə sonki mətləbə olsun. Bu kitab dedik ki, hüdudən 289 vərəqdir. Hər vərəqində 200 olduğu üçün bu şeydir. Mən biraz sürətlə gedirəm da bu çox şey. Əlbəttə istirdim, yəni bu bir dana getmağımın səbəbi budur ki, bəzən görürsünüz bir kitab olmur. Neçə kitabdan, yəni bir kitabın içində neçə risalə olur. Burada da qıraqda bir uzun yazı yazıblar. Çox da riz yazıblar. Kiçik. Bəzən buna görə kitabı vərəqləyirəm ki, bəlkə bunun içində birdən risalələr olar, o risalələri bilaq. Çünki bəzi kitabın içində birdən görək 5 dənə risalə var. Yəni 5 dənə ayrı qonu haqqında yazarlar yazı yazıblar, kitab sahibi sifariş veribdir, o 5 dənəni bir yerə qoyublar, bir kitab eləyiblər. Kitabın sonuna gəldik, yetişdik. Əvvəl bundan bir adı nə idi? Səadətnamə. Bu birinci kitabı idi. İndi gedək ikinci kitaba əlamət qoyaq. Ad Səadətnamə. İndi burada görək ki, bu axir səfədə əcəba bir yazan kimdir, ya nə mənədir? Beyd. Ərz-i cövhərlə qaim olduğunca vücudi dövlət ilə daim olsun. Nədir bu? Kimin dövrəsidir? Onu yazıbdır. Tamam. Qitə. Çün tamam oldu səadətnamə, adı səadətnamədir. Nam-ı şah ilə. Ehtimalən gələk biraz da gedək dallıq ki, bu şeyi oxuyaq. Nəsr. İnayət-i biğayət ilahidən və kərəm-i Həzrət Risalət Pənahidən ümid-i vasiq və dərcay sadiq oldur ki, və ricay sadiq, dərcay farsça qoymur ki, dərəcə və ricay sadiq oldur ki, matəmzədəcani şah-ı şəhidanə və mehnət keşidəcani axır zamanə və bu məkayəti cigersuz raqimine və bu məkayətdir ehtimalən, ya fəkayətdir, mim gəlir əlbəttə, amma f kimi yazılıbdır. Hər yerdə də mimi o cür elə f kimi yazılıbdır. Məkayəti cigersuzun raqimine, raqim yazanlar, rəqəmləyənlər. Və bu rivayət-i qəmənduzun naziminə, əcəb burada rivayət-i qəmənduz naziminə, nazim yəni şeirə çəkən və bil cümlə oxuyub yazanlara və lali cuftar nə sidqi gibi və lali cuftarına və lali də ola bilər, cuftarına sadiq sidqi gibi qulaq tutənlərə məvahib feyz fəzl namütənahi ilahidən Haqqə etəm və məyamin şəfaət Əhmədibdən səhm-i əəm və vasil və mütəvasil ola. Amin ya Rabbəl aləmin və hürməti Taha və Yasin qət'ə. Çün tamam oldu səadətnamə nam-ı şah ilə Ömərəm dutə cəhani sərbesər avazəsi səfhi sühüfi zamanıdan olsun bir hərfi hək istər ölüncə fələk ol əbtər olunca fələk orağının şirazəsi oraq cəmi vərəqdir. Əbtər oxuram, amma ola bilər ki, başı əbtər olunca fələk orağının şirazəsi
الطاف علیه سبحانیدن متوقع و اطاف جلیه همدانیدن متتلقدر چی خامه ارباب انشا زینت گر اوراق اجزا اولدukça ol padişahı Süleyman rütbetün ol padişahı Süleyman rütbetün nami nami unvan resail zavati و ذات جرامی ممدوح افاضل المقدن خالی علمی آمین یا مجیب السائلین بیت عرض جوهرle قائم olduğunca vücudi devletiyle daim olsun. قد وقع الفراغ من تنمیقه بعون الله و حسن توفیقه على ید الافقر العباد افقر عباد الله و ahvacehum çerisi. Ahvac çeri adama deyil. Yəni şeydir, yəni cüz görməyən, çox gözəl bir şeydir. Yəni biz gözümüz hər şeyi düz görməz ki, biz çoxlu şeyləri yanlış görərik. Ona görə gözəl işlədik burada bu sözü. Tevfiqihi əlayə. Məsələn biz uzaqda hər şeyi kiçik görürük, yaxında hər şeyi çox böyük görürük. Hangi açıdan baxsaq bir ayrı cür görürük. O halda ki, məsələn mümkündür bir nəfərə daldan baxırıq, görək ki, bu başının saçı uzundur, deyək bu xanımdır. Geçək bu tərəfdən baxaq, görək ki, erkəkdir. Biraz diqqət edək, görək ki, yox, bunun məsələn sinələri yekədir. Biraz, yəni xanımdır təzəşdən. İndi erkəkdir, olmadı, yəni xanım oldu. Yəni, bunlar, ya görək erkəkdir əslən. Yəni kişidir. Bunlar bizim qəzavətimizə bağlıdır, topluma bağlıdır. Məsələ, bir adam görsək ki, bir erkək, nəzərimizdə bir erkək, bir dənə adam görürük ki, damən giyibdir. Corab, başmaq, damən, qıssa damən giyibdir, qıçının da əti görsənir. Məsələn, qəzavət edəcək bu xanımdır. Amma elə ki, gələk o ki, yaxından görəcək, məsələn, bığları var, nə yekəlikdə, səqqəli var, nə yekəlikdə. Niyə? Bu adam, məsələn, erkəkdir, haralıdır, İskotlandiyadır, bunu sorursaq görəcəyik məsələn. Onun üçün biz çox şeyləri görməklə, eşitməyimiz də bu cürdür. Biz bəzi səslərin çoxunu eşitmərik, ya da eşidə bilmərik. Yəni bizim qulağımızda və beynimizdə o güc yoxdur ki, məsələn, o gecə quşu ki, qaranlıqda uçur, indi xufvaş deyirlər ərəbcədə fikirlərəm. Məsələn, o gecə qaranlıqda ağzından çıxartdığı səslə, qulağı ilə eşitdiyi səsin arasında gedir, ağaçların, yarpaqlarının arasından keçə bilir və ağaçların, o tikanların arasından keçib, orada olan heyvanları göydə tutub, göydə yiyə bilir. Amma, yəni oralardan geçir ki, o yarpaqlar, o ağaçlar, o tikanlar onu cırmasın, dəyməsin ona. O qədər, yəni bu, o sürətlə. Bizdə belə bir şey yoxdur. Ya məsələn, it eləyə bilir ki, milyardılar insan, milyardılar heyvan içindən bir dənə heyvanın iyin tuta, onun qoxusunu ala, onu təqib eləyir yer üstündə. Yəni, onun dövrəsi doludur. Yəni, siz fikir edin ki, bir dənə it var, bu itin dövrəsində hər cürə heyvanlar görürsünüz. Yəni, dünya doludur heyvanlarla, milyonlar adam var. Bu it eləyə bilir bir dənə adamın, ya bir dənə heyvanın, ya bir dənə ayrı bir şeyin, ət məsələn, ya ayrı bir şey, hər nə mənə, onun iyin ala, onun rəddini tuta, o milyonlar iyin içindən o rəddi eləyə bilir, dağlısıdan geçsin. Biz insanda bunlar yoxdur. Onun üçün biz çox zəif bir mövcuduq əslində. Çox bir zəif mövcuduq. Təhcə gücümüz əqlimizdir. Əl-həqir ilə rəhməti rəbbihi pəs tevfiqihi ələ yədi əfqəri ibadillah və əhvəcihum ilə rəhməti rəbbihil vədud. Əl-fəqir, əl-həqir. Hüseyin ibn Məhəmməd yazar şimdi. Yazar Hüseyin ibn
Hüseyin ibn Muhammed غفر له ولوالديه و احسن الیهما و الیه و لسایر المسلمین اجمعین بلطفه و منه فی و منه فی 23 tarix 23 23 شهر ربیع الاول من şuhuri seneyi 94 ve 900 900 90 ve 4 yani 4 ve 90 994'te yazıbdı bu kitabı. Hicri Qəməri min hicretin nebeviyye bi batın amad el-mahimə. İhtimalən bu nə mənədir? Bir sözdür burada yazıbdı. Aşağıda Məclis-i Şura İslaminin möhrünü görürük. Kitabın 3 şeyin axir səhifədən tapdıq. Bir adını tapdıq, səadətnamə idi. Bir də tarixini tapdıq. 23 Rəbiül əvvəl 994. Yəni bu kitab neçə il bundan qabaq yazılıbdı? İndi 1447-ci ildir. Yox, bundan çıxsaq 994 olar 453 il öncə 453 il öncə yazılmış bu kitab. İndi acaba mən bunu düz yazdım ya yazmadım? Onu bir də qeydim əvvəl şey eləyim. Kitabın axırında da əksini görürük. Yenə aynı səhifələr, boşları da var. Gəldik bura. Bunu mən bir şeydən də soruşum. Səneyi ərbəə və tes'inə və tes'əməə. Səneyi ərbəə tes'inə və tes'əməə. Ayda, bunu da mən çevirməmişəm. Səneyi ərbəə və tes'inə və tes'əməə. Görək nə yazır. Umarım ki lütfən həmişə türkcə lütfən həmişə türkcə yaz, hətta əgər mən başqa dildə səndən soru sorarsam belə. Tamam. Bu kitab deyir 994, biz də o cür yazmışıq. Tamam. İbarət-i səniyə falan 994-cü ildə düz yazmışıq. Getək buradan kitabımızı oxumağa başlayaq. Qeydək ki, kitabın əvvəlinə və kitabın əvvəlindən başlayaq oxumağa. Bu möhrləri əcəba oxuya bilərəm ya yox? O calib olaraq görə oxuya bilsəm. Birində Məhəmmədi oxuya bilirəm, o birisilərdə hissədə oxuya bilmirəm. Tamam. Kitabın adı buradadır. Kitab-ı Səadətnamə-i Cami Rumi. Burada o nəxşənin içində yazıbdır ki, Kitab-ı Səadətnamə-i Cami Rumi. Bunu soruşa bilirik ki, əcəba bir türkcə kitab varmı ki adı Kitab-ı Səadətnamə-i Cami
Rumi olsun. Bu adla bağlı bir neçə önəmli nöqtəni qeyd etmək olar ki, ehtimalən siz axtardığınız əsərlə bağlıdır. Camasbnamə ya Cami Rumi. Çox vaxt qədim türkcə əlyazmalarda və fal kitablarında Camasbnamə əsəri ilə Səadətnamə bu adda ən tanınmış əsər Nasir Xusrovun şeiri kitabıdır. Amma türk ədəbiyyatında da buna bənzər adlarla gözəl əxlaq və öyüd kitabları, nəsihətnamələri mövcuddur. Osmanlı dövrü və əlyazmalar 16-cı əsrdə sizin qeyd etdiyiniz 994-cü illərdə bu cür əsərlərin nəsr ya şeiri çevrilməsi çox yaxın idi. Hər halda bilmədi, yəni bilsəydi deyərdi vardı. Bu əsərin tam adını ya içindəki mövzuları dəqiqləşdirmək üçün istəyirsinizsə, mən sizin üçün köhnə türk əlyazmaları kataloqlarında və ya Avropadakı kitabxanaların listində araşdırma apara bilərəm. Araşdır lütfən. Tamam, bu buna məşğul olsun. Biz kitabımızın əvvəlindən başlayaq bunu oxumağa. Bismillah yoxdur. Kaşinin dediyim içində Səadətnaməyi Cami Rumi. Mən bunu oxuyuram. Əlbəttə qırmızı ilə yazılıb gedibdir. Yəni köhnəlikdən sürtülüb bir-birinə gedibdir. Biraz çətin oxunur, amma oxunur. Həmd bihəd ol səbur biməlaul və şükr layəd ol şəkuri bizəval həzrətinə ki bimar xani ғəm və daru şəfai ələmdə daruy tلخ ولنبلونكم بشيء من خوف والجوع ونقص من أموال والأنفس والثمرات تضرعن sabir olan bəndəqan âli himməti işarət beşarət və bəşşiril müminin ilə sərəfraz və xəl'əti məiyyət innə nə mənə məəs-sabirin. Ehtimalən innəlləhə məəs-sabirin olacaqdır. İnnəlləhə qəşəng görsənmir. Yəni biraz da İranlılar salıblar da elə bir torpaq tökülübdür üstünə. Tumanın da arxasından adam oxuyur. İnnəlləhə məəs-sabirin birlə cümlə-i təvayif beynində mümtaz eylədi. Və furuməndəqan zaviyi əcz و اضطراری və şikəst دلان جوشه خمول و انکساری şarab انجباری inna indel munkeseratil qulubihim ilə. Bu ərəblərin üstündən qırmızı xətt çəkibdir. ilə məcbur və dərdməndان دردکشان یا دردکشان خمخانه عشق و محبتی و بادنوشان بزم مشقت و بادنوشان بزم مشقت و بلیتی اذا احب الله قوما ابتلاهم. Əcəb şeydir. Allah deyir, hər kəsi çox sevsə ona çox bəla verər. İza əhəbballahu qovmən, o zaman ki bir milləti, bir qovmu Allah çox istəyə, əhəbbə çox istəyə, ibtəlahum, onları mübtəla elər bəzi şeylərə. Zami ilə məsrur və məhbur qıldı. Rubaidən görək nə deyir? Ey şərbəti dərd تو دوای دل ما آشوب بلای تو عطای دل ما از نامه حمد تو شفای دل ما و از نام حبیب تو صفای دل ما. Qutardı Nəsr. Görürsünüz ki bu rubai, bunlar qırmızı yazıb. Nəsr bunları qırmızı yazıbdır. Yəni burada cümlə qurtarıbdır. Bir ayrısına geçəcəkdir. Onun titrini yazıbdır. Nəsr. Və durudina ma'dud və salavat qeyri-məhdud ol seyyid ənbiya və sənəd əsfiya həzrətlərinə ki
کلام معجز نظام ربانی نشان علو شعنیدر تغرای غرای ولکن رسول الله و خاتم النبیین Hazreti Muhammed'e xisab deyir ki velakinnə yəni bu adam bu cürlük bu böyüklüyü ilə lakin nədir? Allahın elçisi və nəbilərin xəbər gətirənlərin sonudur, xatəmidir. Velakinnə Rasulullah və xatamun nəbiyyinə ilə mövqii və müzənnidir. Müzəyyəndir. Müzəyyəndir. Müzənni məni vermədi. Məzənnədən gəldi, olmadı. Gördüm ki, müzəyyən olacaqdır. Və ayati hükəmati, ayati möhkəmati Qur'ani. Qur'anda neçə cürə ayalar indi deyiblər. Məsələn, biz bilirik ki, bəzi ayələr o birisinin gəlibdir, qabaqçı öz-özünü yox olubdur. Mərhələ bir mərhələ. Bunlara mollalar gəlib ad qoyublar. Nasixu, mənsuxu, nə bilim, möhkəmatı, mütəşabihatı, bu cür bir şeylər ad qoyublar Qur'anda. İndi bunu da yazarıq ki, əlbəttə bir şey yazmış o gəlsin, amma Qur'anda calibdir. Bu bəhsi tapaq ki, Qur'anda bu ayat-ı möhkəmat-ı mütəşabihat kimi təxəssüsü sözlər Qur'anın içində hangilərdir? Mən biraz bunları bilirəm, amma indi bir dəfə 60 ildə oxumuram, indi bunları 40 ildə oxumuram, ona görə yadımdan çıxıb bunlar. Amma oxuyan kimi yadıma düşür. Ayat-ı möhkəmat-ı Qur'ani mənşur-i səmüv-i məkanidir. Unvan qürbət bəyan və kan qab qovseyn او ادنا و کان قاب قوسین او ادنا بیرل موشح و معنوندر و فرق سایانی افسر و فرق سایانی افسر لولا çə bilmədim nə olsun və فرق سایانی sayaq məsələn, bəlkə də o cür oxunacaqdır. Lolauka lama xalaqtul aflac. Sən olmasaydın mən yer göyü ləri aflac varlığı yaratmazdım. İlə be şərəf və müəzzəz və xəlqəti xəlqəti taraz innəkə lə'la xulqin əzim bir müəllim و مترزدر مرآت جمال نمای حق و محرم خلوت سرای غیب mütləqdir. Təəssüflə kitabın əksini elə götürüblər ki, elə bir üstündə duman var da adam çox kəlmələri doğru oxuya bilmir. Bu da məndən deyil, biraz da mənim savadsızlığımdandır, biraz da kitabın yazı xəttindəndir və biraz da bir çoxu da şeydəndir. Yəni kitabın əksin salanda fokus eləməyiblər, doğru salmayıblar. Və məhrəm-i xəlbət sərai qeybət-i mütləqdir, məsnəvi. Məsnəvi də şeirin bir cürüdür. Dedik ki, dastandır, uzun olar. Vücudi pərtövi ayinə zat, anın nur ilə roşən cümlə zərrat, necə olmaya çön gibi, kön gibi, cəhancir, necə olmaya gün gibi, gün kön də deyil, gün gibi, cəhancir, bir əldə müshəf و bir əldə şəmşir, qutardı nəsr. Baisi icad lوح و qələm və səbəbi təkvini təvaif bəni Adəm ikən, kəfəri, fəcəri, Qureyşlər kafiri, bu birinci dəfədə, diqqət buyurun. Kəfəri, fəcəri, facirlər. Fəcəri Qureyş Həzrət Məhəmməd də onlardandır da, yəni. Və zələmi əhli bəxyu və teyşidən. İndi burada nəinki Həzrət Məhəmməd o tayfadan, nəinki Həzrət Məhəmməd özü bu cürdür, amma deyir ki, yəni ərəblər bu cürüdür, o Qureyş qəbiləsi bu cürüdürlər. Və zələmi əhli bəxyu teyşidən ənvai təkzib و اهانت و اصناف اذیت و سخریت مسخره eləmək, سخریت də deyə bilirik. Səxriyyət təhəmmül edib rəf-i nuzul əzab və itfa-i nayiri qəzəb Rəbbül ərbab üçün
üzrxahi. Allahumma ehdi qavmi fe innehum la ya'lemun. Hazreti Muhammed beləsi deyibdi. Birlə hüsn-i etizar və lütf-i istidad bəyan eylədi. Rubai. Ey lütf tu sermaye asnaf kerem, بخشد کرمت علم با شرف امم، یا da علم با شرف امم احتمالا بخشد کرمت علم با شرف امم، عظمت تو عاجز است مدرح زبان، در وصف تو قاصر است وصاف قلم. نصر نسایم تحیت و رضوان و شمایم روح و ریحان اصحاب çebar ve ahbab buzurgvar hazretlerinin merakid münevverlerine vasıl ve müşahideyi ve meşahid mütehherlerine mütevasıl olsun ki iktedeytum sepehrinin sitareleri sitareleri varid olan mesaib ve beliyati ve sadir olan nevayib ve aziyati hüsn-i ingiyad ve kemal itikad ile telakki kıldıkları ecelden şa'ni şeriflerine Kur'an-ı Azim ve Furqan-ı Qadim bu ayet-i kerime ile natık oldu ki اذا اصابتهم مصیبت قالوا انا لله و انا الیه راجعون اولئک علیهم صلوات من ربهم و رحمة و اولئک هم المهتدون. مثنوی. جام مهنت خوردند دم نزنند، جام مهنت خورند و دم نزنند، جز به راه وفا قدم نزنند. بیت. خوش می سوزند. Galipdir, ben bunu baş tapmadım şey. Xoş nöqtəsi var, ona görə qalmışam ki, suzənd olacaqdı ya şuzənd. Xoş mi suzənd der balacu, ehtimalən beytin, beytidir ona görə, tamam. Beyt, xoş mi suzənd der bala cun ud, در بلاجون عود. بلاجون نه demək olar, canın şeydir ki از ایشان برون بیاید دود، بباید دود. نصر. خصوصا لدیغ مار و قتیل heyye qar nə deməkdir? Bu ərəbcədə çox da təxəssüsü lüğətlərdə işlədir hamısı. Ona görə də çox vaxtımızı lüğətlərə qoymuruq. Fəqət istəyirik ki, kitabla tanış olaq ki, türk dilində belə bir kitab var və qonusu nədir, mövzusu nədir, bunları biraz eləyə bilsək. Xüsusən لدیغ مار و قتیل هیه غار کوی ریای اولین میدان تصدیق حضرت ابوبکر صدیق و تعیین خنجر آبدار و جریحی تیغ زهربار قالعی قلاعی کفر و فسوق حضرت عمر فاروق و شهید دار وزیه طایفه بغی و انکار المستحی منه ملائکة الرحمن حضرت عثمان بن عفان و خاتمه جاریان و وصی نبی مختار علی عالی مقدار و سایر آل اطهار و اولاد معالی اعتبار که هر بری هادی طریقی هدایت و پیروی شارعی شریعت در kütüb-i semavinin birində küllün beyan ile mergum ve silki ayan birle menzumdur. Men ahabbe uhibbe nasbe aleyhil bela. Men ahabbe o uhibbe men ahabbe o habbe nasbe aleyhil bela. Her şey seve ya sevilə ona bəla nisbət verilir. Yəni hər ki dəvi məhəbbət eylədin,
هرچی یعنی هرچی دعوی محبت الله ایده و دست ارادت ایله حلقه‌ای دری محبت و پرده و یا خود حق تعالی خلعت محبوبیت جدره و جرعه جام مقبولیت نوش ادره سحاب اینادن باران بلاکشت زار حالنه ریزان و سرور بهجت ساحت دل و جانندن گریزان olur. البلاء للولاء کاللهب للذهب. البلاء للولاء vilayət bu sözdəndir. Eyni halda eşq mənasında da gəlir. Sevənlərə bəla qızıla od kimidir. Yəni qızılı əridər, necə ki qızılı əridər od bəladır o torpağa, əridir, onu xalis edir. Deyir ki, eşqə də bəla belə bir şeydir. Buyurulmuşdur. Məfhumi bu beytidən məlumudur. Beyt دوست همچون زر بلا چون آتش است. دوست همچون زر بلا همچون آتش است. زر خالص درد آتش، زر خالص در دل آتش خوش است. نصر معلوم oldu ki bela mahaki نقد عالمیان و معیار تجربه آدمیانdır. Allah Allah. هرچه دعوی محبت اده آنی بوته بلاده و çure inadə ateşi imtihan ilə zərərlər. Əgər qəşşi həvai nəfsi deyəndən və qəlli arzuy təb'i ruyidən pak olə xilas azmayişdən çıxıb sikkeyi xalis olacaqdır. Xilas yazıbdır. Xilas azmayişdən çıxıb sikke zəni inayət haqqı çehrəsin دار الضرب هدایت سکه قبول ایله آراسته کلور و اگر مغشوش و مغیوب اوله سخت احتراق ایله موسم olup مردود ابد قلور قطعه خوش بود جرمه چی تجربه آوید به میان تا سیه روی بود هرچه در او غش باشد. نصر بلا متوجه اهل diladır. Mehnet müteallik sidq safadır. Beyt sırrı kabul bebayed. Sırrı kabul bebayed nehaden. Sar kabul bebayed nehaden. Nehad و گردن تو که هرچه حاکم عادل همه داد است. نصر Seyyid-i Kainat aleyhi afzal salavat hazretlerinden sual eylediler. Ey eyyün nası eşeddu belaen el-enbiya. Yani Adem oğullarından gengi taife hançı. Gengi taifenin belası eşeddü mihneti azidir. Azid yani aziddir yani ziyaddır. Ərəbcə eləyibdir, yəni əşədd eləyibdir, çoxaldıbdır. Əzid, ziyad məmulidir. Əzid yəni çox, ziyadın neçə qatı. Buyurdu ki, Peyğəmbərlər ki, məhrəm hərim risalət və mühtərəm hərim cəlalətdürlər. Cümlədən onların bəlaları zahid və ənaləri mütezayiddir. Sümmel emsülü fel emsel. Pes şun taife ki onlara müşabih ola suluk sebil mehabbette duguf ve vugufi esrar ma'rifette belasi dahi eşbeh olur. Bu kıyas üzere her şey dergah gurbe əqrəbdir. Əqrəb yaxınlıq. Qurb əqrəb.
Bu qiyas üzrə hər ki در جاهی گربه اقربدür آنون بلا و ایناسی cümlədən əsəbdür. Əsəb səbin əfəli təfsilidir. Yəni çoxdur. Qət'ə هر که در این بزم مقربتر است جام بلا پیشترش میدهند وانچه ز دلبر نظر خاص یافت داغ عنا بر جگرش مینهند آنچه آتش ابتلاسنده هزار آنون آتش ابتلاسنده هزار دل کبا و مهنتی و بلاسنده 100,000 دیده پر آبدür هر بادیده نیزه سرگشته عشق هوای محبت الله eyler باد اسار قصه çərəməş ne mənə? Bad asar qısse çərəməş ehtimalen Farsı olacaqdı amma niyə asarı sin ilə yazıbdı? Bad asar qısse çərəməş və hər zaviyədə yox عشق هوای محبت الله eyler باد آثار قصه çərəməş və هزار زاوiyədə necə سوخته تاب تجلی سطوت kibriyadan can vermiştir. Heç biruyi sudur etmədi. Heç bir vəli biruyi oxudum, qələt oxudum. Gördüm ki, qələt olur. Beləsi bir şey kəlmə. Heç bir vəli sudur etmədi ki, suxte ateş bəla və heç bir nəbi zuhur qılmadı ki, dili bi əliyi nişani tənzili olmaya. Bu dar ناپایدار سر به سر مهنت و غم و bu منزلی بیقرار tutullu müşkeddal müdür. Bir də bunu oxuyaq. Və bu mənzili biqərar tüytülü ehtimalen renk adına meşakkat ve alemdir. Tüytülü ne olacaktı? Bu cəlib bir şeydi, kəlmədir. Bunu bir soruşaq buradan. Əlbəttə burada bir şey soruşmuşduq. Dedik ki, araşdır lütfen. Dedi ki, bu adda Cabasnamə Nasr-ı Xusrunki əlyazma kataloqlarında qədim əlyazmalarda özəlliklə 990-cı illərdə qalan məcmuələr Səadətnamə adında kiçik risalələr var ki, mövzusu təsəvvüf tamam yox, bu deyil. Bir şey tapa bilməyibdir. Gedək bu necə o kəlmənin adı nə idi? Tüytülü dolu olacaq məsələn. Toytolu kəlməsi qədim türkcə əlyazmalarda və özəlliklə əski tibbi ya da təbiətşünaslıq mətnlərində gözə dəyir. Bu kəlmə iki məna ilə sizin axtardığınız Səadətnamə ya da 994-cü illərin əlyazmaları ilə əlaqəli ola bilir. Tüklü mənasında qədim Anadolu və Çağatay türkçəsində toy kökündən gəlir və bir şey üzərində kiçik tüklərin olduğunu göstərir. Tip kitablarında deyil, bu deyil. Toy və toylu. Əgər sözün kökü toy, mərasim, məsləhət ya da böyük quş olsa, toylü kəlməsi böyük mərasimlərə ya da o kökdən gələn bir sifət kimi işlənir. Tamam, burada bilmədiyinə geçdi, daha buradan geçsək. Bu mənzili biqərar tötlü məşəqqətlər. Mən elə bunu şey görürəm, yəni rəhli. Tötlü
meşakkatler ve alemdir. Meşakkat ve alemdir. Beyt که از وی لطف جویی گهریابی وگر تریاج خواهی زهر یابی. نصر آخر نظر ایله که حضرت آدم صفی و نوح نبی نار خلیلی جلیل ذبح اسماعیل بتیل بکای یعقوب شفیق بلیت یوسف صدیق سرگردانی موسی کلیم بیماری ایوب سقیم فرق شکافتی زکریای مظلوم حلق بریده یحیای معصوم علمی لب و دندان مبارک سرور انبیا و جگرپاره حمزه سید الشهدا و مهنت اهل بیت رسالت و مصیبت خانه داده عصمت و طهارت و سرشکی در دالود بتول عذرا و فرق خونالود علی مرتضی و لبی زهر çeşide نور دیده زهرا و لقایی دمآلای şehid کربلا bu matemxanədə zuhur etmişdir və sərcümləyi bu kaşanədə sudur eyləmişdir və sair bəla çeşidəgan ümmət və mihnət rəsidəgan ali himmət külliya bu evdə nimişdir. Bu oddə nimişdir. Mən od oxudum amma külliya bu evdə nimişdir. Evdə nimişdir. Belə bir şey oxudum. Və bu dərdə boyanmışdır. Külliya bu oda yenmişdir və yanmışdır həman. Külliya bu oda yenmişdir. İtirdim sözümü. Və bu dərdə boyanmışdır. عالم ز بلاهای تو محنت‌جده است وین محنت و غم نصیب هر دل شده است هر جا که نگاه می کنم در ره تو دل خون شده سوخته غم زده است. Ey aziz, heç birinin yoluna heç bir nebinin yoluna ol miqdar xar bəla dökülmədi ki rahi seyyidülbəşərə döküldü. Və heç bir peyğəmbərin sər-i səadət əsərinə gərd-i mühəbbət saçılmadı ki fərqətsagi Həzrəti Zeynül Məhşərə saçıldı. Nitekim bu mənidə buyurulmuşdur. Ma uziyə nəbiyyün misli ma uzeytu. Və heç bir peyğəmbərin əhl-i beytinə ol mərtəbədə cəfa eyləmədilər ki, əhl-i beyt xacı kainata və ulad-i əmcad-i təfəxxuri mövcudata kainatı siliblər, üstə üçün tikrar eləmişdi. O kainatı tikrar eləmək üçün üstünə qırmızı xət çəkib üstünə, nəinki başının üstünə. Üstünə qırmızı xət çəkib tikrar olduğu üçün istəmirəm. Mövcudat eləyib. Üstündə çiçəkcə üstündə yazıb mövcudat. Bəs bir də əhl-i beyt xacı kainat və اولاد امجادی مفخری mövcudata eylədilər. O cümlədən biri vaqi'i şəhədai Kərbəladır ki, heç didə ol cünə müsibəti xakidani پر احزان dünyada müayinə etmədi. Və heç cuş ol növ-i bəliyyəti heç bir zəmanədə eşitmədi. Ta dəhr هست واقعی صعبتر ندید هر کس خبر شنید چشم با خبر ندید چشم ز خانه چشم زمانه بر ورقی چرخ قصه پرسوز طرز حالی شبیر و شبر ندید.
Kitab-ı Muraat-ül Cenanidə. Yəni bu oxuduğumuz şey deyir, Kitab-ı Miraat-ül Cenanidə gəlibdir. Kitab-ı Miraat-ül Cenanidə görək nədir? Mən iştibah dedim onu. Ehtimalən o şeir deyil. Bu ayrı bir şeydir ki, nəql edəcək. Kitab-ı Miraat-ül Cenanidə İbn Abdülberri İmam Hasan-ı Bəsəridən Abdülber İmam Hasan-ı Bəsəridən nəql edib eydər ki, vaqei Kərbəlada Əhl-i Beyt Risalətdən 6 adam Hazreti İmam Hüseyin Məali Şeyəm birlə cam şəhadət ütüb və cinahi səadət açıb və cinahi cinah qanat açıb azimi darül Məlik Cənan və mehman xani ғفران oldu ki, ol əsrdə onlara şəbih və mümasil və nəzirə muadil yox idi. Məsabih qulubidə görürük ki, İmam Hüseynin xatirələrinə keçir. Mən birazdan sonra gedəcəyim işim vardı. Onun üçün keçin bu birisi səhifədə səbəbi təlifi oxuyaq. Bu kitab-ı müsibət nəsabın qıssə güzari və bu qıssə-i purqüssənin qıssedari Hazreti eşq و məhəbbət xumxanəsinin rindi sinə çaki və dərd و mehnət peymanəsinin məsn bibaki məsnəvi bəla میخانəsinin dərd nuşi əna kaşanəsinin purxuruşi xarabat əhlinin neynəhəng و نمایی neynəhəng و نماقامی شراب عشق مستی انجامی غفر الله و ذنوبه و ستر عیوبه bu bende adna və çakər birya sipahi oğlanları zümrəsindən olub divan-ı Misridə xəzani amiri Əmrullah Teala ilə yevm Əmmərəllah Teala ilə yevm axiri kitabından idim. Kitap yazanlardan, yazı yazanlardan idim. Bu adam kimmiş? Çakər birya sipahi oğlanları. Acaba adını deyəcək yox. Yəni deyir ki, iştiğal-i divanından fariq olsam kəndü divanım tərtibinə iştiğal edərdim. Yaxud ol ərbab təb'i səlim və əshab-i zəhin müstəqim ilə müsahibət eylərdim ki, hər birinin hin təhriridə xaməsi tasər dürəri fəsahət və nazimi غرری بلاغت بلکه باسط فراید و جامع فواید idi و هنگام تقریرده زبان بیانلری امیر کلام خطه مقال و زمان تخلیده تایر fikrətləri pəs nə dedi? Hingam təqrirdə زبان بیانلری امیر کلام خطه مقال و زمان تخلیده تایر fikrətləri şahin şikaristان خیال idi və bil cümlə ayini xatirim seygal sərvər ilə seygal surur ilə mücəlla və bikri fikrim زیور خیالات رنجین ایله مجلا ایدی ناگاه کمینجاه گزادن bir taun ibrət nümun zahir oldu ki ədna müddətdə sədayi və əsəfa və dad-i ay və dadgah ilə ahuvah ilə və ay dadgah belə bir şeydir dadgah ilə aləm doldu. Tufan fəvat bir mərtəbədə cuşan fəvat fovtular və umman məmat bir məsabədə
خروشانیده چی زورگ تابوت امواج دریا آسای بیری بیرینه توگutuzdi birbirine tokkuşurdu ve 20-30 bin namazı birbirden kılınırdı ve 20-30 bin namazı yani 20-30 bin neferi birden kılırdılar ve 20-30 bin namazı bir yerden kılınırdı. Sahibi Qıran əcəl xofindən hər kişi heyrət olmuşdu və təhəmmülü məvatidən inaqı rical əməldən qalmışdı. Bu daiye kibrinin heybətindən və bu hadisəyə uzmanın vəhşətindən, dehşətindən həqiqət əlhaqqətü malhaqqə دیده بصیرتی لمعاینه و زجرتی یوم الفراغ الاکبر کماهی مشاهده قلنوریده بید این چنین واقعه هایله و آنگاه هنوز چرخ جردان و قمر روشن و خورشید انور هر کس که جانına bir ateş düştü narullah الوقده anın sözünden bir alamet ve eşeddül azab anın təsəvvüründən bir ayət idi. Bu vaqi'i cansuziden diller xun ve bu musibet matəm afzuzdən matəm afruzdən didələr ceyhun idi. Qət'ə موجزن میبینم از هر دیده طوفان غمی میرسد در گوشم از هر لب صدای ماتمی اهل عالم را نمیدانم چه کار افتاده است اینقدر دانم که در هم رفته کار عالمی عزیزان مصر یوسف گülçehrelerin gürci acele aldırıp kesret bukavden vasf ve abyaziyet yani ağlıq abyaziyet eynahu minel hüzn abyazet eynahu minel hüzn Ərəbcəymiş və abyazet eynahu minel hüzn ilə mevsuf oldu və əfğan ya eyği esği ya esği əla Yusuf birlə matəm xani aləm toldu hər nəxl gül ki تابوت فرزندان هر نخل گل که تابوت فرزندان لاله uzari آراسته qılırdı زبانی آتش مصیبتdən علامت idi و هر لاله نعمانی که دستار پسران گل üzarıda جایگیر oldu اشک خونین والدیndən işarət idi. Bu əsnada 4 fərzəndi dilbəndüm var idi ki, hər birinin əfsər xilqəti, cövhər adab, ulul albab ilə məhəlla və mirat fitrəti, seyqəl qabiliyyət birlə mücəlla, təkmil fəzl kəmalə və təhsil ilm iştiqalə, səmim canidən taliblər və tənmiq sülsü تعلیقdə xoşnəvisan aləmə qələmi nəsq çəkməkdə rağiblər idi və dəst qəza tumar həyatlərin müntəvi və tündbad fəna şəm-i subatlərin yəntəfi qıldı. 4'ü də öldü. Vallahu yəd'u ilə darüssalam xitabini səm-i cani ilə quş etdilər. فيها ما تشتهي الأنفس وتلذذ الأعين ziyafət xanəsinə getdilər. Bu vaqi'i qailənin vuqui və bu hadisəyi nazilənin hudusi xərmən səbr qərarə atəş bıraktı. خان و مانی دل و جانی سر به سر تعدی بید من دانم و دل چه میبینم از فلک کس را وقوف نیست که ما را چه حال است نصر
شداید دور ستم چاردن، نافه جبی بغرم خون و مکاید روزگار غداردن. چرخ بوغلمون که بی حالم دیگرگون olup müddeti medid beytül ahzanide Yaqub var girye can suzeden, bir dem göz yummedim ve eyyam و لیالی یوسف تخت نشین مردم دیدeye سراپرده پلنگی حجاب edip uyumadım. بیت دل ز پیوند کسان برداشتن آسان بود، لیک از پیوند جان خود بریدن مشکل است. نصر bu ایام مصیبتده ve hingam beliyette inşa ve inşaat olan əbyat pursuzeden ve əş'ar matem afruzeden biri budur ki, özü yazdığı şeirin deyir. Derdi celdür bir bu agan çeşmi nigarimden benim, cirye ile merserim cirye ile bir seri mu ruzgarimden benim. Cirye eyle her seri mu ruzigarımdan benim. Başımdaki her bir tük ağlasın. Bir müsibettir bana İren ki her matemzede. İren sözü burada görürsünüz işlendi. Gelen. İran sözü buradan gelir. Ermaqdan da əlbəttə. Er də həm gəlmaq mənasındadır, həm də erkək və dilaver savaşçı anlamındadır. İran cəmdir. İran da şeydə yazılır, kitabların birində oxuduq. İran sözü türkcədir və Cığatay ləhcəsində ər sözünün cəmidir. İran. Ərlərin cəmi. Bir müsibətdir bana İran ki hər matəmzədə kəndüyə vürür təsəlli hal zarimdən benim. Taş üzrə qomasın aqil u dana olan, ibrət olsun hər kişi daru diyarımdan benim. Cuy xun aktisə cismi əşkibarım yeridir, ciddi ol sərvi səhilər cün kənarımdan benim. Gənlü yeşlər arəsindən çıxdı yer dud sərvilər peyda olubdur lalezarımdan benim. Nəsr. Çox gözəl şeir o deyib əslində. Hər halda bu istir desin ki, mən niyə bu şeiri yazmışam, amma mən görmürəm bunu. Yavaş-yavaş mən durub ayrılmalıyam. Ki bu kitabı niyə yazıbdı, onu da bilseydik. Deyib ki, Əl-Kitabun Nəfisi Xeyrül Cəlis. Bunu görün, bir cümləni oxuyayım burada necə olsa, burada bir şey deyir. Və izə əmrəzət fəhuvə yəşfeyni və daru şəfasından şərbət-i şəfa verilib, illəti söhbət və səqamət-i səlamətə müftədil oldu. Vəlhasilu tən-i natəvanimdə fil cümlə sihət və mütali'i mədunatə qudrət akliyub. Əl-Kitabun Nəfis Xeyrül Cəlis hükmüncə yanımda hazır olan mücəlledata əl-ürdüm. Keyfə ma ittifaq içində birin açıb gördüm. Mətai bilağətün xazi cəhani və vəsli fəsahətün və safi bədiyül bəyani. Mənaqib əhl-i beyt mütəhhərün vasıfi, Mevlana Hüseyin vaiz kaşifi, müəllifatından Ruzət-i Şəhəda olməklə müsəmma kitab müsibətnamə müsibət intimaymış. Ruzi məzbureyi didə vəqti birlə təmaşa qıldım. Fil həqiqəti bir ruzi ziba və bir həqiqi dilara imiş ki, əşcar süturi əzhar məsayib ilə müzəyyən və əsmar hurufi rəng nəvayib birlə müləvvən, hər nəhali əlif ibtilayə işarət və hər dali dərdi və hər dali dili dərdidən kinayət müşahidəsində tamam. Can müsibət didəmə etminan külli və mütaləsindən dili mehnət rəsidəmə təsəlli cümli hasil etdim və kəndimə etdim. Əgər
mekaid دورانیدن mühlet و امان و şedaid سپهر ستم çağrıdan ruhsat و zaman müyesser olursa ve şahid زیبای خامی عباسی امام ایله رومی جامه giydirem ve arus meanisin ziver الفاظ ترکی birle müzeyyen kılıp mücellای zuhure getirem تا çim desturul amel erbab bela ve karxane ashabi iptila olup maide faydasından نواله بند و فراید اوایدیnden بهره‌مند olalar bu xatireyi hayyiz qutiden fiile getirmek quvvetten fiile getirmek tasmim xatir ve hem xazi zemir fatırım iken فرمان واجب الازعان سلطانی و مثال بی مثال خاقانی دار olup varid olup bu bendeye Beytullahil Haram'ın termimi hizmeti ve harem-i mühteremin nezaret mucibil izzeti tefviz buyurulmuş bir mucibi ferman-ı âli-şa'n mühimmat-ı ebniyeden vilayat Misriye de bulunan levazim bir tamam tedarük olunup sürati tamamıyla Kabe-i muazzameye canibine tevzih inan azimet ettim husul müyesser oldukta ol hizmet saadet hatemete mübaşiret ettim tezdid sat mualla ve فرش متاف اعلا و ترمیم جوف بیت مکرم و ترمیم مبانی حرم محترم معاونت عنایت الهی و مقارنت حسن نیت شاهنشاهی birle 3 yılda tamam oldu. Elhamdülillahil aliyyü'ş-şan vel minnetu lirabbil minnan. Bu hizmet saadet et vasıteyi siyle bu bende اقرانمدن سرفراز نه اقران بلکه زمره بندگان خلافت پناهیدن ممتاز edip. Tamam, devamı vardı. Okuyabilmedik. Bu kadar cürer. Kitabın adı Saadetname, yazan Hüseyin İbni Məhəmməd, tarix 23 Rəbiül Əvvəl 994, yəni 453 il bundan qabaq. Bu kitabı Türkcə əmur eləyiblər, ki, Məkkədə xarablıq varmış, onlar düzəltsin, gedib 2-3 ildə orada qalıbdı. Ondan sonra qeydib və bu bir kitab yazıbdı. Öz müsibətindən filanından. Çox da gözəl şeiri var, özünün də şeirini oxuduq. Çox güclü qələmi var. 4 oğlu ölmüşmüş hər halda. Beləliklə bu günləri 2 kitabla tanış olduq. Beləliklə bu günü başa çatdıq. Allah şükür olsun və Allahdan istiyoruz ki, ömür versin. Eləyə bilək dədələrimiz yazdıqları türk kitabları oxuyub, onlardan ləzzət aparaq və öyrənək. Və gələcəyimizi düzəldək. Sağ olun, sağ qalın, görüşmək üzrə.